Salam YouTube izləyiciləri. Fevral ayının 10-dan etibarən attestasiya imtahanının ikinci mərhələsinə start verilmişdir. Və bir çox müəllimlərimiz artıq imtahanda iştirak ediblər. İmtahanı uğurla bitirmiş müəllimlərimizi təbrik edirəm. Uğursuz nəticə əldə etmiş müəllimlərə isə ikinci mərhələdə bol şans arzu edirəm. Və birinci mərhələ ilə ikinci mərhələ, yəni attestasiyanın birinci mərhələsi ilə ikinci mərhələsi arasındakı fərqləri sizlər üçün bölüşəcəm. Həmçinin də attestasiya imtahanının gedişatı barəsində müxtəlif fikirləri sizlərə çatdıracağam. Və videoya keçid almazdan öncə isə öz müdavimlərimə bir daha təşəkkür etmək istəyirəm. Yəni ikinci mərhələdən söhbət gedir. Fevral ayının 10-undan başlayan imtahandan bu günə qədər hələ ki bir dənə müdavimimiz də uğursuz nəticə əldə etməmişdir və buna görə də hər birinizə təşəkkür edirəm. Yalnız burada bir məktəb qeyd edəcəm, çünki bütün məktəbləri qeyd etməyəcəm və ona görə ki, müxtəlif qiymətlərlə imtahanı əsas keçməkdir təbii ki, amma buna baxmayaraq yüksək qiymətlə imtahanı bitirmək ən yüksək nəticədir və gözəl nəticədir. Bunu hər birinizə arzu edirəm və buna görə də mən yalnız bir məktəbi qeyd edəcəm burada. Ağdaş rayon Habil Əliyev adına Uşaq Musiqi Məktəbinin mənə aid olan müdavimləri və sizləri təbrik edirəm bir daha. Yəni həmin məktəbin mənə aid olan müdavimlərinin hər biri yüksək qiymət adlandırdığımız 5 rəy, 5 plus dediyimiz yüksək qiymətlə imtahanı bitiriblər və təbii ki, bu bir məktəbdə belə yüksək nailiyyət olduqda, buna görə də məktəbin adını sizlər üçün də qeyd etdim, müəllimlərə söz verdiyim kimi və digər məktəblərimin müəllimləri də təbii ki, sizlərə təşəkkür də etdim və həmçinin də bir daha vurğulayıram ki, hər birinizi təbrik edirəm. Əsas odur imtahandan keçmək. Təbii ki, biz də bunun öhdəsindən gəlmişik və səhərki imtahanda da həm öz müəllimlərimizə, həm də bütün imtahan vermiş müəllimlərin hər birinə bol şans arzu edirəm. Əziyyət çəkən müəllimlərimiz, heç birinizin əziyyəti yerdə qalmasın və imtahanı həyəcansız, rahat şəkildə yekunlaşdırmağınızı diləyirəm. İndi isə keçid alaq videomuza və dərs deməli, nədən danışacağıq bu videoda? Mən qeyd etmək istəyirəm ki, xüsusilə birinci fortepiano şöbəsindən başlayacağım. Bilirsiniz ki, müəllimlərin çoxluğu fortepiano şöbəsinin müəllimləri təşkil edir. Məhz elə uğursuz deməli kəsilmələr dedikdə, uğursuz nəticə dedikdə hər bir məktəbin ən çox fortepiano şöbəsinin müəllimlərində, yəni bu nəticə ilə rast gəlinir və təbii ki, məktəblər barəsində hər birimizin olmasa da, yəni müəllimlərin xəbəri var, belə deyim, və bilirik ki, hansı məktəbdən nə qədər müəllim kəsilib, niyə müəllimlərin çoxluğu nədən kəsildi və bu məsələlərə əslində bugün toxunmaq çox gecdir, amma sadəcə olaraq qısaca bir vurğulama ilə qeyd etmək istəyirəm ki, yaxşı olardı ki, müəllimlər çox az sayda qruplara qoşulardılar, yəni hazırlıq prosesində rahat şəkildə hazırlaşardılar, ətraflı şəkildə hazırlaşardılar, sadəcə musiqi ədəbiyyatı yox, burada nəzəriyyənin hazırlığı da lazım idi, bunu dəfələrlə vurğulamışdıq, hətta yaxşı bildiyimiz müəllimlər, hansı ki, yəni bir məktəbi müəllimlər deyir, yaxşı bildiyimiz müəllimlər kəsildilər. Niyə kəsildilər? Məhz musiqi ədəbiyyatını bilib, nəzəriyyəni bilməməklərindən kəsildilər. Çünki hazırlıq müəllimləri yalnız musiqi ədəbiyyatının sual-cavabını eləyib, ancaq musiqi ədəbiyyatı keçib və nəzəriyyədən heç nə keçilməyib. Yəni çox zəif məşğul olublar nəzəriyyə ilə. Təbii ki, onlayn şəkildə nəzəriyyə dərsi keçmək çox çətindir. Bunu başa düşürük, amma olmaz müəllimləri səhv istiqamət vermək, səhv yönləndirmək olmaz. Fortepiano və yaxud da xalq çalğı şöbəsi, xor dijorluq, yəni xor müəllimləri, yəni bu ixtisaslardan olan müəllimlərimiz də nəzəriyyədən imtahan verirlər. Axı bir musiqinin kökü dedikdə not, ölçü, metr, terminlərimiz, yəni akord, dominant septakord, tonika üç səslisi, əsas üç səslisi, müəyyən şeylər var ki, bunlar keçilməli idi. Bunu müəllimlər bilməli idi. Və yaxud da major minorların harmonikalı akordlar niyə bu halda baş verir? Bu niyə bu akordda bekarlaşma ilə, yəni işarədə diyez var, bemol var, niyə deməli ki, bu halda dəyişdi? Və xüsusilə belə suallar verilib və burada da bilməyən müəllimlərimiz çox böyük çaşqınlıq içində qalıblar və belə primitiv adlandırılan nüanslardan da müəllimlərin keçmə şansı baş verməyib. Və artıq bilirəm, çox gecdir, yəni hər birimizin, mən xüsusilə belə vurğulamaq istəyirəm ki, hər birimizin əhatəsində olan müəllimlər artıq son aşamadadırlar və imtahana ola bilər ki, bəzi məktəblər üçün 2 ay qalsın, amma bir çox müəllimimiz ardıcıl olaraq artıq bu həftədə Mingəçevir məktəbi, Ucar məktəbi, Mingəçevir məktəbi bilirsiniz ki, çoxdur. Bundan sonraki etapda Gəncə məktəbinin müəllimləri, yəni imtahan verəcəklər. Yəni yaxşı olardı ki, əgər vaxt varsa biraz nəzəriyyəyə də fikir verin. Sadəcə imtahan dedikdə söhbət musiqi ədəbiyyatından getmir. Yəni bir balaca nəzəriyyəyə, akordlara fikir verin. İfa etdiyiniz qammanın akordlarını xüsusilə tərkiblərini bilin, qurulma şərtlərini bilin, əsər üzərində daha dolğun çalışın və bu etapları bilmək lazımdır. Və indi isə müqayisə etsəm mən qeyd etmək istəyərəm ki, birinci etapda deməli ki,
nəzəriyyə şöbəsi eyni ilə necə birinci etapda imtahan vermişsə müəllimlərimiz, həmçinin də mən onların içindəyəm. Yəni ikinci etapda deyərdim ki, fərqli heç bir şey soruşulmur. Hətta nəzəriyyədən deyərdi ki, bir balaca sadələşib, bir balaca sadə, çox sadə gəldi mənə. Çünki birinci mərhələdə daha belə qəliz suallar var idi, daha dərin suallar verilirdi. Təbii ki, proqramdan heç bir zaman kənara çıxmalarını mən müşahidə etməmişəm, mən şahidi olmamışam. Amma bu etapda müəllimlərə sadə pillələrdən daha çox verilmişdi suallar, mürəkkəb intervallar, yəni intervallar üzərində pentatonika bir qədər rahat deyərdim suallar verilmişdi və fortepiano şöbəsinin müəllimləri üçün mən imtahanı müqayisə etsəm, bu zaman qeyd etmək istəyirəm ki, bu mərhələdə, ikinci mərhələdə attestasiya imtahanında fortepiano şöbəsinin müəllimlərinin daha çox metodik suallar, yəni proqram üzərindən suallar verirlər. Hansı sinifə hansı əsərlər verildi, bunun ağırlığı daha çoxdur və təbii ki, bəstəkarların yaradıcılığından da verirlər, ancaq daha çox bu yöndə suallar verirlər və xüsusilə belə prelüd fuqalara qədər, məsələn, əgər baxın yaradıcılığında, Yohann Sebastian Bach yaradıcılığında asan prelüd fuqalar var ki, bu neçənci sinifə qədər verilir. Yəni sinif və əsərin müqayisəsi və neçənci sinifdən sonra bu əsəri verə bilməzsiniz. Sırf bu sualı sizin üçün səsləndirdim, onun üçün ki, mənim müəllimələrimin birinə belə bir sual verilmişdi və yaxud da qəliz suallardan biri də Listin əsərləri idi. Məsələn, Listin əsərləri neçənci sinifdə verilir və yaxud da daha birbaşa Şumanın əsərləri soruşulmur. Soruşulur ki, Şumanın hansı əsəri proqrama daxildir. Yəni müəllim də orada özünü itirir və başlayır Şumanın əsərlərini, məcmələrini sadalamağa. Yəni o da deyir, xeyr, səhv deyirsiniz. Yəni bu sualı qəbul etmirlər. Nə etmək lazımdır? Suala diqqətlə qulaq asmaq lazımdır və o yöndə də cavab vermək lazımdır ki, bəli, Şuman yaradıcılığından deyəndə, yəni bir əsər də desək kifayətdir ki, Şuman yaradıcılığından tutalım, Gəncik albomu, Opus 68 və bir 43 əsər var içində. Və bu bizim proqramımıza daxildir. Müxtəlif siniflərdə bu əsərdən hamısı yadınızda qalmayıbsa belə bunu ən azından birini demək lazımdır. Yəni amma düzgün şəkildə demək, vurğulamaq lazımdır. Və indi qısaca olaraq mən ixtisaslara keçid almaq istəyirəm. Yəni birinci, ikinci mərhələ arasında attestasiya imtahanı arasında elə də böyük bir fərq yoxdur. Sadəcə fortepiano şöbəsinin müəllimləri dediyim kimi planda daha çox fikir versinlər, metodikaya daha çox fikir versinlər və ixtisasdan fortepiano şöbəsinin müəllimləri əsəri birinci mərhələdəki kimi ifa edirlər. Sonra üzdən oxu var, qammanı bir qədər belə deyək də birinci mərhələdə də belə idi. Mən öz müəllimlərimdən bilirəm. Yəni saxlayırlar və müxtəlif hissələrdən davam etmələrini deməli ki, xahiş edirlər müəllimə buradan başla və yaxud da bu ardıcılığı götür. Yəni bu formada qammanı bütövlükdə ifasını qoymurlar, yəni özləri və idarə edirlər. Amma birinci mərhələdən fərqli olaraq bu zaman bir çox müəllimdən deyərdim ki, hər bir müəllimdən öz qamması üzərində dominant septakord, onun tərkibi və tərkibi istəyirlər, tərkibi nədir, dönmələri, bu dönmələrin də tərkibini bilmək lazımdır. Hətta başqa bir qamma ifa etdiyinizdən savayı başqa bir qamma üzərində də deməli dominant septakordun həllini, sadəcə dominant septakordu həllini istəyirlər. Ola bilər ki, bəlkə başqa müəllimlərdən soruşublar dönmələri, amma mənim müəllimlərimin əksəriyyətindən öz ifa etdiyi qammadan savayı dominant septakordun həllini qurmasını və həllini başqa bir qamma üzərində də istəyiblər. Xüsusən əks septakord minorda soruşurlar və niyə görə baş verdi, burada dəyişiklik elədin, niyə məsələn bekarlaşdırdın, mütləq onu demək lazımdır harmonikala görə. Çünki bilirsiniz, əks septakord major və minor qammasında harmonika halında qurulur və tərkibi də nədir, tərkibini demək lazımdır, həllin də birbaşa tonikaya getməklə daha rahatdır. Yəni bu formada həll eləsəz daha yaxşı olar. Həllərə də fikir verin. Terminlərdir və bilirsiniz artıq dedik ki, musiqi ədəbiyyatından da sual verilir, metodikadan da, plandan da sual verilir. Bunları bildik. Uşaqla necə işləməlisiniz və bunların hər biri haqqında yetəri qədər danışmışıq və bugün onları səsləndirmək istəmirəm. Yalnız bilin ki, suallar belə müqayisəli şəkildə, müqayisə dedikdə sadəcə plan və bəstəkarın əsərini sual verirlər. Planda neçənci sinifə düşür. Qətiyyən mən bunu sizin üçün bir daha vurğulayım. Qətiyyən heç bir müəllim kimisə belə deyək də imtahan formatını bir qədər ağırlaşdırmış şəkildə danışıb kimisə qorxuzmasın. Heç bir əsərin müqayisəsini soruşmurlar. Filan balladanı, onu denən, bu əsərlə müqayisə et. Bunları soruşmurlar konkret olaraq. Piyanistlərdən tanallıq soruşmurlar. Sadəcə Beethovenin sonatalarından tanallıqlar soruşurlar. Başqa konsertlərin tanallıqlarını deyin. Məcbur opuslardan da bildiyiniz opuslar varsa özünüz dilə gətirin və yaxud da opusa görə heç bir müəllimi kəsmirlər. Bunu da sizlər üçün vurğulayım. Və indi isə gələk əsas məsələ fortepiano şöbəsində deməli əsərlərin təhlili. Təhlili sadə dildə etmək lazımdır. Bunu dəfələrlə mən sizlər üçün vurğulamışam və burada bugün eşitdiyim məlumata görə bəzi müəllimlər bu Yevlaq məktəblərindən olub. Bəzi müəllimlər təhlilə görə kəsiliblər. Yəni kəsilən müəllimlərdən eşitmişik. Yəni hansı ki o məktəbdə məsələn qeyd edim ki, məsələn mənim müdavimlərim keçib, müəllimlərim keçib və soruşanda ki kimlər kəsildi, necə müəllimlər kəsildi sizdən və deyirlər ki bəzi müəllimlərimiz
Bəzi müəllimlərimiz əsər təhlilinə görə kəsilib, əsərin təhlili qətiyyən düz çıxmayıb və yaxud da ki, heç bir söz deyə bilməyiblər təhlil haqqında. Təhlili dəfələrlə vurğuladılar. İstər mən kanalımdan sizlərə çatdırmağa, yəni fikirlərimi çatdırdım sizlərə və yaxud da bəzi videolarda qeydə almışdı. Onlayn şəkildə sizlər üçün komissiya üzvləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi onlayn görüşlər var idi, sizlərlə keçirilən. Bir neçəsinin videosuna mən də baxmışdım ki, xüsusilə sədrlər qeyd edir ki, cümlə deməyə belə ehtiyac yoxdur. Müəllimlərimiz əsas partiyanı qeyd edin, bağlayıcı, köməkçi, yəni sanat alleqra formasıdır. Necə əmələ gəldi, kimin yaradıcılığında mütləq baza, danışıq bazası olmalıdır. Rahat danışmaq və əsəri ifadə edib, fikirləri ifadə etmək lazımdır. Söhbət tək sanatadan getmir. İstərsə də piyes olsun. Əgər piyesdirsə, yəqin ki, hər hansı bir formada sadə 2 hissəli, sadə 3 hissəli, müxtəlif formada yazıla bilər. O forma haqqında məlumat vermək lazımdır və yaxud da rondu formasında bunu məlumat vermək lazımdır, formanı bilmək lazımdır. Və burada da elə əsərlər var ki, sırf onun hansı tanalara modulyasiya olunub o soruşulur. Və məsələn, bir əsər var ki, mən müşahidə eləmişəm ki, məsələn, Mozartın do major fəsl adlandırdığımız hansı ki fəsl adlanır, do major sonatası. Ondan birinci etapda da mənim müəllimlərimdən ifa etmişdilər onu Bakı məktəblərindən və orada da işləmədən başlamışlar təhlillə. Bu zamanda işləməni soruşdular. İşləmədə hansı mövzu işlənib, hansı tanalıqda başlayır, sol minor tanalığında başlayır həmin deməli sanata da işləmə deməli və müxtəlif tanalıqları da modulyasiya edir və bu mərhələdə 3-4 dənə müəllimim mənim ifa etmişdi və o əsərdə yalnız bax işləməni soruşmuşdular, hansı tanalara modulyasiya olunur. Bax bunları soruşublar və yaxud da ki, digər müəllimlərimdən təhlildə yalnız refrizi soruşurlar. Məsələn, refriz hardan başlayır və burada da müxtəlif nüanslar var. Onları qeyd etmək lazımdır. Təbii ki, bunu düzgün şəkildə təhlil elətdirmək lazımdır əsəri və xırdalığa ehtiyac yoxdur. Bəzi müəllimlər bilmirəm bunu hansı formada təhlil elətdirirlər, nə formadasa orada başlayırlar xırda-xırda akordlar yazmağa, nəsə heç bilinmir, partiyalar qarışır bir-birinə və bu da orada yəqin ki, imtahanda qəbul olunmur. Buna görə də əsərin təhlilinə fikir verin. Amma mən elə fikirləşirəm ki, təbii ki, öz müəllimlərimdən görmədiyim üçün fikirləşirəm ki, təhlildən heç kəsi kəsməzlər bir təhlilə görə. Yəqin ki, orada zəif məqamlar olub ki, yəni bu da təhlilə qəbul olunmamağı bunun üstünə gəlib və bu zaman kəsilmələr baş verər. Bu təbii ki, mənim şəxsi fikrimdir və qeyd etdiyim ki, bir daha qeyd edim ki, hələ ki belə bir nüans inşallah başımıza gəlməz. Heç bir mərhələdə mənim başıma bu təhlildən kəsilən bir müəllim belə bir yəni məqamla qarşılaşmamışam. Buna görə də öz fikrimi sizlər üçün çatdırdım ki, yəqin müəllimin kəsilən müəllimin müxtəlif səbəblərdən, yəni ifasında və yaxud da sual cavabında səhvləri olub ki, yəni keçmə şansı olmayıb imtahandan. Və indi isə nəzəriyyə şöbəsini bir daha dilə gətirim sizin üçün. Nəzəriyyə şöbəsinin müəllimləri, məsələn, bu imtahanda mürəkkəb intervallar daha çox soruşuldu. Xasiyyətli və üçtonlu intervalları çox təsadüfi soruşular, az müəllimdən soruşulub bu. Və pentatonika, qədim ladlar, Azərbaycan ladları və kadansa getməklə, tam kadansa getməklə, mütləq şəkildə. Tetraxordlar necə birləşir, neçə növ tetraxordumuz var, neçə növ birləşmə üsulumuz var. Yəni hər biri ifaya elə də dərin, professional ifa dedikləri kimi tələb olunmuyub. Yəni bir əllə ifa edən müəllimlər olub. Təbii ki, iki əllə ifa etmək daha doğrudur, daha düzgündür. Amma bir əllə ifa edə bilməyəndə hansısa bir əsəri, məsələn, bu formada da keçiblər müəllimlər üçün. Və əsər istər fortepiano şöbəsi, istər narodlarda və yaxud da nəzəriyyə şöbəsinin müəllimlərində çitka üçün, yəni üzdən oxu üçün bizim qarşımıza əsər qoyulanda mütləq əsərin tanalığı təyin edilməlidir. Əsərdəki dinamik işarələr qeyd olunmalıdır. İxtisaslar bizə aid deyil, pedallar, nəzəriyyəyə aid deyil. İxtisaslar pedal və pedalın növünü ayırd etməlidir fortepiano şöbəsi ki, bax bu pedaldan istifadə olub, bu pedalın bu növüdür və sadə müəllim dili ilə bunları çatdırmaq lazımdır. Sonra əsərin tempini, ölçüsünü, bunları dilə gətirmək lazımdır. Üzdən oxu üçün qarşınıza əsər qoyulanda birbaşa ifaya keçməyin və bu sadaladığım məqamları mənim fortepiano müəllimlərimin hər biri yerinə yetirdilər. Bəlkə də bugün əminliklə deyirik ki, yaxşı qiymətlə keçdilər imtahanı. Yəni müəllim var ki, əsəri qabağına qoyan istəyir onu ifa eləsin və orada heç nəyi qeyd eləmir. Təbii ki, qeyd edəndə, yəni müəllimin nə qədər professional yanaşdığı diqqətə alınır və burada da müəllim imtahanı daha yüksək qiymətlə keçir və yaxud da ki, imtahandan kəsilmə şansı olmur ki, bəli, bu müəllim yanaşmasıdır. Yəni əsəri qarşımıza necə ki, şagirdin qarşısına qoyuruq, həmçinin də özümüz ifa etdikdə orada müəyyən fikirləri çatdırmalıyıq komissiyaya, yəni komissiya üzvlərinə və digər şöbələrə nəzər salsam, xor müəllimləri haqqında deyə bilərəm ki, xor əsərinizə diqqətlə fikir verəcəksiniz və bu mərhələdə xor müəllimləri çox rahat şəkildə imtahan verdilər. Sonra nəzəri, deməli, elementar nəzəriyyə daha diqqətli olun, dominant septakord çox soruşulur sizə, üçlü intervallar çox soruşulur, hətta xasiyyətliyə qədər soruşulur. Yəni, bilmək lazımdır, elementar nəzəriyyə xüsusi fikir verin. Azərbaycan bəstəkarları musiqi ədəbiyyatından və onların vokal əsərləri, xor əsərləri dünya bəstəkarlarından da, dünya deməli ki, məşhur
məşhur belə deyək də, məşhur xor nümunələri, əsərlərin içindən xor nümunələri, bunları bilməyiniz kifayət eləyir. Və indi isə Narodnu şöbə xalqçalığı alətləri üçün qeyd etmək istəyirəm ki, bir çox müəllimimdən əsərin təhlilini belə soruşmayıblar. Yəni təhlilə ehtiyac yoxdur. Yəqin ki, o müəllimənin ifası və üzdən oxusu o qədər qənaətbəxş olub ki, buna görə də təhlilə ehtiyac bilməyiblər və terminlər soruşulub. Nəzəriyyədən, elementar nəzəriyyədən sadə məsələn, mən öz müəllimlərim adından deyə bilərəm ki, çox sadə suallar verilib və başqa xalqçalığı alətlərindən xüsusilə məsələn, bax öz planları var. Bilirsiniz ki, hər bir şöbənin özünün planı var. O planınız üzərində bir attestasiya planı var sizin üçün tərtib olunan, yəni ixtisasınıza uyğun. Bir də məktəbdə işlədiyiniz plan var. Məktəbdə işlədiyiniz plana da xüsusi fikir verin. Neçənci sinifə nə qədər əsər verirsiniz? Akademik dinləyişlərdə bu bütün ixtisaslara aiddir. Yəni birinci akademik dinləyiş, ikinci akademik dinləyişdə və yaxud da texniki imtahanda neçə növ əsərdən istifadə edirsiniz? Bax, əsərlərin formaları hansı, say olaraq bunları bilmək lazımdır. Hansı bəstəkarların əsərləri? Hər biri haqqında məlumatınız olmalıdır. Və plan üzərində soruşulur. Bir də ən çox xalqçalığı şöbəsinin müəllimlərindən Azərbaycan bəstəkarlarının əsərləri, xarici bəstəkarlardan da Mozart, Brahms, bu kimi bəstəkarlar soruşulur. Ola bilər bəziləri yadımdan çıxmış olsun. Yəni bu kimi əsərlər soruşulur. Çünki proqramda bu bəstəkarların əsərlərindən istifadə edirsiniz. Bu qədər. İmtahan çox şəffaf şəkildə keçirilir. Sabah da müəllimlərimiz imtahanda iştirak edəcəklər və hər bir müəllimimizə bol şans arzu edirəm.